Salam, hər vaxtınız xeyir olsun. Biz mini qazanxanamızı qurtardıq. Allah xeyir versin, Allah olmayanlara da qismət eləsin. Bunun yarıya qədər işləmişdim, çəkilişi var idi YouTube kanalında, baxsaz görərsiniz. Burada yer darız qaldı, telefonla çəkməyə baxmayaraq, telefonda yekə görsənir, ancaq bura yer çox dardır. İndi bura hələ kondisioner zadda qoyulacaq. Yəni buramla bir təri də olsa, türkü misalı yerləşdirdim. Görürsünüz, buradan belə qapı olacaqdır, sirməli qapı. Burada devriyə motordur, qoyulubdur, genişlənmə çənidir. Avratlı klapandır və vızırıfnoydur. Sonra bizim dəngə qabımızdır. Bu hissədə yığa bildim, ancaq krant asılıb bağlanır. Bax, bu cür yığdım, hazırladım. Gördüğünüz kimi. Bunu başqa usta tərəfindən çəkilibdir, bunu ayrı usta çəkibdir. Gördüğünüz kimi 4 göz orada artıq qoyubdur. Stipollara gedən, bu da radiatorlara yerdən çox alçaq qoyublar. Bunu mən işləməmişəm, başqa usta tərəfindən işləmişəm. 40-lıq kombidir, bu 40 kilovatlıq Nobellodur. Pollerimizdəki gördüğünüz kimi fevralidir. Bu cür çəkilişdə beləsinə də izləyicilər. İnşallah növbəti işlərdə çəkiliş eləyib paylaşacağım. Sizlər də abunə olmağı unutmayın. Sizlərin abunə olmaq bizlər üçün çox önəmlidir. Bu bollerlərdə gördüğünüz kimi izləyicilər 7 dənə gözdür, o birisilərdə 5-dir, bunda 7-dir. Bu fərqlidir. Hələlik bu qədər. İnşallah növbəti videoda paylaşana qədər sağ olun.